Əziz tamaşaçılar, bugünkü qonağımız məşhur psixoloq Bilal Bəlizadədir. Onun Türkiyədən, Rusiyadan və hətta İrandan belə sertifikatları var. Çox sağ olun dəvətiniz üçün, təşəkkür edirəm. Var pox sertifikatlar da 200 manat. Çox maraqlı. Artıq pasiyentim tapıldı deyəsən. Abi biz tanıyırıq da normal psixoloqlarda. Buna ne maşiniki gəlib oturmuş bura. Mən bu bəydə obsessiv kompulsiv və kognitiv dezonans sezirəm. Bunun hamısının səbəbi bu bəyə uşaqlıqda atası tərəfindən əl qaldırılması. Hala qaldırmalı deyil də oğlan uşağı da döyülməliyik də. Yoxsa sən kimi pettilə kimi böyük. Təhqir artıq elimdə adlı tapmış aleksitimiya pozuntusu kimi gedir və mən bu diaqnozu bu insana qoydum. Ha qoydum nə də la şüt. Sən çıxardım səni şöyle göstərim kim kimə qoyur. Ağzın nə şeydir la xiyar. Bu insan artıq bütün çərçivələri aşır və mən bu verilişi tərk edirəm. Xahiş edirəm, mən mikrofonumu çıxardım. Bilal Mən bəy. burada qala bilmirəm. Küstün ala ağım əmək. Bəli, əziz tamaşaçılar, hal-hazırda bura çox qalmaqallıdır. Heç yerə ayrılmayın, qısa fasilədən sonra görüşürük. Bilal bəy, çox kobud olmadı, bağışlayın. Allah yox, o bomba kimi Doğrudan idi. Dəli sən, yaxşı. mən bu da gözümü çıxartdı. Ağam əmək mövzusu zad zor idi. Mən sən səhərdən göz vururam ki, kompleks söhbətinə. Kişilərin kompleksi. Allah, o seansı semiçka kimi satır, bomba pul tuturam. Mənə nəsə çatacaq bəs Allah, olur. rahat olmayı sən nə edir? Doğru. Çox.